Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Mən İmhakim Tədris Mərkəzinin İngilis dili müəllimi Allahyarova Aygün. Bugün sizlərlə 11-ci sinif imtahanlarında düşən açıq sualların yazılma qaydaları haqqında məlumat verəcəm və ümid edirəm ki, bu videodan sonra açıq suallarınız sizə tam bal gətirəcəkdir. Baxaq bu açıq sualları necə yazmaq lazımdır. Ümumiyyətlə 11-ci sinif ingilis dilində 7 açıq sual var. 7 açıq tipli suallar olur. Onun 3-ü dinləmə mətninə aid olur, 4-ü isə oxu mətninə, reading mətninə aid olur. Baxaq. Deməli, dinləmə mətnlərini necə yazacağıq? Dinləmə mətnlərində 4-cü, 5-ci və 6-cı suallar açıq tipli suallar olur. Və bu sualları dinləyərək cavab yazmalısınız. Deməli, suallardan biri əsasən complete the sentences according to the passage, yəni mətnə görə cümləni tamamlamaq qaydasıdır. Bunu necə yazacaqsınız? Əvvəlcə mətni, daha doğrusu verilən cümləni anlamalısınız. Yəni cümləni tamamlamaq üçün həmin o cümləni anlamalısınız və cümləni tamamlamalısınız. Bunun üçün çox diqqətli olun. Çünki əgər cümləni düzgün şəkildə tamamlamasanız və hətta fikrinizi doğru şəkildə ifadə etməsəniz, bu sizə yəni heç bir bal verməyəcəkdir. Deməli, verilmiş cümləni dəqiq oxumaq lazımdır, onu tərcümə etmək lazımdır və cavabı eşidib ora yazmaq lazımdır. Və cavab yazarkən çox diqqətli olun nədə? Məsələn, sizə cümlə verilib və əgər Jane didn't let him go because. Because bağlayıcısı biz bilirik ki, because'dan sonra mübtəda xəbər, yəni bütöv bir cümlə gəlməlidir. Siz bunu sadəcə söz birləşməsi ilə tamamlaya bilməzsiniz. Mütləq şəkildə buna diqqət edin ki, biz bu cümləni artıq bütöv bir cümlə ilə tamamlamalıyıq. Və yaxud da ki, Mr. Green has told us, burada artıq bizdən tamamlıq tələb edir deyə biz həmin cümləni tamamlıqla davam etməliyik. Artıq bütöv bir cümlə yox, cümlə üzvü bizdən. Cümlə üzvü yazaraq həmin cümləni tamamlaya bilərik. Beləliklə, bu sualı bu formada tamamlayacağıq. Digər sualımız isə olur. Write the correct answer to the question according to the passage. Mətnə görə suala cavab veririk, dinlədiyimiz mətnə uyğun olaraq. Burada nədir əsas məqsəd, əsas məsələ? Burada sualı əvvəlcə anlamalısınız. Bizə nə sual verilir? Sualı tam başa düşün ki, suala da düzgün cavab verin. Yəni, əgər verilən suala orada hətta cümləniz qrammatik baxımından, leksik baxımından doğru olmuş olsa belə, amma o sualın cavabı deyilsə, artıq bu təbii ki, səhv sual hesab olunacaq və sizə heç bir bal verilməyəcəkdir. Deməli, əvvəlcə sualı oxuyub düzgün tərcümə edirik, buna diqqət edirsiniz. Çünki yəni, tərcümə bizə həmin sualın cavabını tapmaqda kömək edəcək. Və deməli, cavaba diqqət edirik və həmin deməli, sualın cavabını tapıb yazırıq. Ola bilər ki, dinləmə mətnində həmin deməli, sualın cavabını eşidəsiniz və yazanda artıq orada eşitdiyiniz sözlərdən yox və sinonimlərindən istifadə edərək həmin cümləni yazasınız. Bu da olar, dəyərli abituriyentlər, heç bir fərq yoxdur. Əsas odur ki, suala mətnə uyğun cavab verəsiniz. Yəni, şərt deyil ki, mətndəki cümləni olduğu kimi oraya yazasınız. Öz fikirlərinizlə də sadəcə mətnə uyğun həmin sualları cavablandıra bilərsiniz. Yəni, əsas odur ki, orada bu meyardır ki, sizin deməli, dinləyib anlama bacarığınızı ölçür. Yəni, bizə lazımdır ki, yəni siz o sualı anlamısınızmı və o sualın cavabını həmin dinləmə mətnində tapmısınızmı? Buna görə də dediyim kimi, eyni ilə dinləmə mətnində olduğu kimi yazmaq məcburiyyətində deyilsiniz. Və sonuncu, daha doğrusu digər sualımız, sonuncu deməyək, write one or two adjectives from the passage that describe the word və word də, yəni sözdə dırnaq işarəsi içində yazılır və sizə deyir ki, həmin sözü xarakterizə eləyən, həmin sözü ifadə edən sifəti tapmaq lazımdır. Bu, məncə çox asandır və əksəriyyət uşaqlar bunu düz yazır. Yəni, dinləmə mətnində sözü eşidirsiniz və ona sifət yazırsınız. Bu da uzun-uzadı bir cümlə olmur. Əsasən bir ya da iki sifət istəyirsə bizdən, bir və ya iki söz yazmış oluruq. Buna görə də bu asan olur. Diqqət etməli məqamınız həmin deməli sözü dinləmə mətnində eşitməyə çalışın və onun xarakterizə eləyən, ona aid olan, onu təyin edən sifəti tapın və həmin sifəti yazın. Diqqətli olun sifət.
Yəni sifət formasında yazmaq lazımdır. Məsələn, tutalım, burada nümunələr yazmışam. Bizə lazımdır beautiful sözü. Siz götürüb ora beauty yazsanız, təbii ki, səhv olacaq. Çünki beautiful sifətdir, beauty isimdir. Bizə sifət istəyir, bizdən isim istəmir. Ona görə də mütləq nitq hissəsinə diqqət etməliyik. Və yaxud da ki, traditional yazmalıyıq, onun yerinə tradition yazırıq. Bu təbii ki, səhvdir. Tradition ənənə deməkdir, isimdir, bizdən isə tələb olunur sifət. Buna görə də bu məqama diqqət etsəniz, ümid edirəm ki, dinləmə mətnlərinizdə, açıq suallarınızda heç bir problem qalmayacaqdır. Və keçək oxu mətnlərində olan 4 deməli açıq tipli sualın yazılmasına. Deməli bu 4 açıq tipli suallar əsasən deməli belə olur. Which word from paragraph best fits the following definition? Yəni sözün izahı. Hər hansısa bir izah verilir, sözün izahı verilir, definition deyirik, yəni leksik mənası izah olunur və bizə deyir ki, tutalım paragraf 1-dən və ya paragraf 2-dən həmin sözü tapıb yazın. Bu çox da çətin deyil, yəni asandır. Çünki artıq söz gözünüzün qabağındadır, hansısa bir paragrafdadır və o paragrafda bizə dəqiqliklə verilib ki, sadəcə birinci paragrafa baxmaqla və yaxud da ki, sadəcə dördüncü paragrafa baxmaqla artıq biz həmin sözü tapmış oluruq. Definitionu oxuyurduq, yəni izah formasını oxuyuruq, sözü anlamağa çalışırıq və əsas diqqət etməli məqamımız nədir? Sözün definitionu, yəni izahı yazılarkən to ilə başlayıb, yoxsa article ilə başlayıb, buna diqqət edin. Əgər to ilə başlayıbsa, deməli bizdən feil tələb olunur. Əgər and article ilə başlayıbsa, deməli ki, bizdən isim tələb edir və bu da sizə bir kömək olacaq ki, artıq paragrafın içində isim və ya deməli feil axtaracaqsınız. Burada deməli bəzi nümunələr yazmışıq. Məsələn, definition verilib to make something smaller or less in amount, degree or size. Tərcüməsi nədir? Nə isə miqdarca, dərəcəcə və ya ölçücə daha kiçik və ya az etmək. Baxırıq ki, burada dediyim kimi definition to ilə başlayır. To ilə başlayırsa, demək bizdən nə istəyir? Feil istəyir. Biz isim, sifət və yaxud da ki, əvəzlik, təbii ki, bunların heç birini yaza bilmərik. Biz deməli axtarmalıyıq paragrafımızın içindən feili. Cavabımız da təbii ki, to reduce, azaltmaq feili olacaqdır. Və ya digər nümunəyə baxaq. The elected head of the republic. Baxırıq, the. Yəni article ilə başlayır. Article ilə başlayırsa, deməli bizə isim tələb edir və isim də bir respublikanın seçilmiş rəhbəri, ölkənin baş icra edici şəxsi. Bu da təbii ki, olacaq the president or a president. Artıq bunu mətnin içində baxacağıq ki, mətndə nə yazılıbsa, biz də onu həmin paragrafın içinə uyğun olaraq sualımızı cavablandıracağıq və beləliklə də bu sizə tam bal gətirəcəkdir. Sonra keçək digər sualın cavabına və onu da qeyd edim ki, dəyərli abituriyentlər, definitionla bağlı. Definition yazarkən çalışın onu keçmiş zamanda, məsələn, feil tələb edirsə, cümlənin içində o keçmiş zamanda verilibsə və ya bitmiş zamanda verilibsə, siz onu çalışın məsdər formada yazın. Feilin ilkin formasında, yəni məsdər formada, məsələn, bayaq dedik to reduce. Onu məsdər formada yazın ki, onda daha tam bal alacaqsınız, o daha doğrudur. Write the synonym or antonym of the given word. Hər hansısa bir sözün, verilmiş sözün sinonim və ya antonimini tapmaq. Təbii ki, hazırlıqlar müddətində, indi davam edən dərslərimizdə çoxlu sinonim və antonim əzbərləməlisiniz ki, mütləq şəkildə ki, bu mətninizin açıq tipli suallarını yaza biləsiniz. Sinonimlər, antonimlər nitqi daha zənginləşdirir, nitqi daha gözəl edir. Təbii ki, istər esse mətnlərini, esselərinizi yazarkən, istər reading mətnlərinizi yazarkən, istəyir dinləmə mətnlərini yazarkən, istəyir danışarkən bu sizə çox kömək olacaq. Buna görə sinonim, antonim öyrənməkdən çəkinməyin. Çox öyrənin, nə qədər bacarırsınız sinonim, antonim əzbərləyin. Yenə də burada hər hansısa bir söz verilir və yenə də bizə paragrafı verir ki, filan paragrafdan və o paragrafın içindən həmin sözün antonimini və sinonimini tapmaq mənə elə gəlir ki, o qədər də çətin olmayacaq. Deməli, həmin abzasa, həmin paragrafa diqqətlə nəzər salsaq, baxa bilərik. Məsələn, write the opposite meaning of the word to destroy. Destroy sözünün əks mənasını tapmalıyıq. Deməli, mətndə baxırıq ki, bu deməli cümlənin, bu sözün daha doğrusu əks mənası işləndiyi cümlə. The Irish government has created
six national parks and hundreds of special areas to protect the wildlife. Baxırıq ki, burada destroy dağıtmaq, to create yaratmaq və dediyim kimi uşaqlar, burada has created formasında verilməsinə baxmayaraq biz onu cavab olaraq yazanda to create yazacağıq. Çünki bizə məsdər forma lazımdır. Sözlərin sinonimi taparkən, yəni feilin dəyişmiş forması artıq hər hansısa bir zamana görə dəyişmiş forması yox, məsdər forması yazılsa daha yaxşı olar. Və üçüncü, complete the sentences by changing at least two words according to the passage. Burada nədir? Burada deməli, ən az iki sözü, cümlədə iki sözü dəyişməklə cümləni tamamlamaq lazımdır. Deməli, burada da, baxın uşaqlar, burada bizə sinonimlər kömək olur. Buna görə də dediyim kimi sinonimləri çox yaxşı əzbərləyirsiniz. Reading mətnlərini mən hər zaman uşaqlara deyirəm ki, reading mətnlərindən səhviniz çıxmamalıdır. Çünki reading sizin gözünüzün qarşısındadır və siz ona baxıb təbii ki, sualları cavablandırmalısınız. Bunun üçün də dediyim kimi hazırlıq müddəti boyunca sinonimlər, çoxlu antonimlər, söz ehtiyatınız çox olmalıdır ki, bunları yaza biləsiniz. Diqqət etməlisiniz nəyə? Ən əsası cümlə verilir və o cümləni tamamlamaq lazımdır ki, tamamlayarkən də ən az iki sözü dəyişmək lazımdır. Birincisi, bu cümləni mətnin içindən, yəni yarımçıq verilən həmin o cümləni mətnin içindən doğru tapmaq lazımdır. Məsələn, the most popular blues musicians had. Mətndə belə verilib. The most popular blues musicians Ray Charles, B.B. King, Muddy Waters and Robert Johnson had an important influence on the development of blues music. Baxırıq ki, bizə sual necə verilib. The most popular blues musicians had. Deməli, dəyərli abituriyentlər, bizə həddən o tərəfə, baxın burada da hədd. Həddən o tərəf lazımdır ki, həddən o tərəfdəki sözləri biz dəyişək. Artıq biz buradan bu tərəfə diqqət etməliyik və diqqət edərkən baxırıq. An important influence on the development of blues music. Burada nələri dəyişə bilərik? Important sözünü dəyişə bilərik. Influence təsir etmək feilini dəyişə bilərik. Development sözünü, ismini dəyişə bilərik. Music sözünü dəyişə bilərik. Bu cümlədə biz 4 dənə sözü dəyişə bilərik. Əgər biz bu sözlərin sinonimlərini bilmiş olsaq, nəinki 2 söz, hətta 4 sözü dəyişib, deməli, cümləmizi dolğun şəkildə yazıb tam bal ala bilərik. İndi baxaq nümunələrə. Artıq burada cavab nümunələrini qeyd etmişəm. Buna baxaq. Və sizə neçə bal verəcəyi haqqında məlumat verək. Deməli, a major influence on the improvement of blues music. Burada heç bir səhv yoxdur. Niyə yoxdur? Çünki baxırıq, bir dəqiqə diqqət edək. Important sözünü əvəz etmişik major sözü ilə. Burada ən important saitlə başlayıb deyə mətndə ən verilib. Major sözü samitlə başlayıb deyə biz artiklı e-yə dəyişmişik. Buna da diqqət edirik. Influence qalıb on the development sözünü improvement sözü ilə əvəz etmişik və baxırıq ki, mətndə hər şey qaydasındadır. Bizdən ən az 2 söz tələb edir ki, 2 sözü dəyişin. Biz də 2 sözü dəyişmişik və 1 balı tam balı alırıq. Keçək növbəti cavaba. Məsələn, tutalım orada an important influence sözünü dəyişmədiniz, yalnız development sözünü improvement sözü ilə əvəz etdiniz. Burada artıq sizə 2də 1 bal, yəni yarı bal verəcək, balın yarısını verəcək. Çünki 2 söz tələb edir, amma siz yalnız important sözünü deməli, yalnız improvement sözünü, development sözünü improvement sözü ilə əvəz etmişsiniz. Buna görə də yalnız bir söz dəyişdiyinizə görə yarı bal olacaq. Keçək digər, deməli, cavab belə deyək formasına, hansısa cavab variantına. And major influence on the improvement of blues music. Burada da 2də 1 bal olacaq. Niyə? Çünki mətndə verilmiş important sözü, dediyim kimi, bayaq da dedim, saitlə başladığına görə ən artikl işlənib. Major sözü isə samitlə başlayır. Samitlə başlayırsa biz burada təbii ki, ən yox, e yazmalı idik. Ona görə də qrammatik səhv olduğuna görə burada 2də 1 bal olacaq. Digəri, and major influence on the improvement of blues song. Burada 3 sözü dəyişib. 3 sözü dəyişməsinə baxmayaraq 3də 1 bal alacaq. Niyə? Birincisi, dediyimiz kimi, an major yox, a major olmalıdır. İkincisi,
Bilirik ki, music və song, bəli, bunlar sinonim sözlərdir. Yəni bir-birini əvəz edə bilər. Sadəcə olaraq bunu da bilirik ki, music sayıla bilməyən isimdir. Song isə sayıla bilən isimdir və sayıla bilən isim olduğuna görə sayıla bilən tək isimlərin qarşısında mütləq şəkildə hər hansısa bir təyin edici olmalıdır. Ya en artikel olmalıdır, ya hər hansısa bir əvəzlik olmalıdır, işarə əvəzliyi, yəli əvəzliyi. Burada da dəyişdikdə a blues song olmalıdır və ya blues songs yazsaydıq, bu doğru cavab hesab olunardı. Sadəcə artiklı yoxdur deyə burada 1/3 bal alacağıq. Qəbul etmiş, yəni 1/3 bal sizin balınızın üzərinə gələcək. And major influence on the improve of blue music 0 bal olacaq. Niyə? Improve inkişaf etmək feildir. Bizdə verilib mətnimizin içində development, inkişaf, nə? İsimdir. Və biz onu gəlib feillə təbii ki, əvəz edə bilmərik. İsmi isimlə, feili feillə, sifəti sifətlə hər bir nitq hissəsini öz nitq hissəsində saxlamaqla əvəz etməliyik. An artikeldə yox, a major olmalıydı deyə yanlışdır. Burada da an major influence development of blue music yalnız bir söz dəyişib. Əgər o bir sözü dəyişmiş, normal şəkildə dəyişmiş olsaydı, ən az yarı bal almış olardı. Sadəcə burada da artiklı yanlış yazdığına görə 0 bal alacaqdır. Və gəldiyim, bayaq sizə də vurğuladığım həmin o məqam. Bizə həddən sonraki hissə lazımdır. Həddən sonra, bir də təzədən, həddən sonra bir də Ray Charles, B.B. King, Muddy Waters and Robert Johnson'u yazsaq, bir də təzədən hədd yazsaq, bir cümlənin 2 dənə xəbəri olmuş olur. Yəni ümumiyyətlə bu cümlə səhv cümlə hesab olunur. Biz diqqət etməliyik. Diqqət etməliyik mütləq şəkildə ki, hansı sözdən sonra bizə lazımdır. Ona görə də burada baxmayaraq ki, həm burada an article yazıb, hətta a major yazmış olsa belə, yenə də səhv hesab olunacaqdır. Dediyim kimi cümləni doğru şəkildə tamamlamadığımıza görə burada da 0 bala uyğun gəlir. Və yaxud da ki, cümlənin strukturunu da dəyişə bilərsiniz. Yəni həm strukturunu dəyişib, həm də bir sözü dəyişməklə həm cümlənin strukturu dəyişir, həm də sözün bir sözü dəyişib. Beləliklə bir tam balı ala bilərik. Məsələn, an important effect which plays a great role of the development of blues music. Bu da bizə tam bal verəcəkdir. Və deməli, answer the question by expressing your opinion. Öz fikrinizi ifadə etməlisiniz. Ən az 3 cümlə ilə öz fikrinizi yazmalısınız. Yəni esse yazmalısınız, belə deyək. Burada deməli ən əsas diqqət etməli məqamımız nədir? Sizdən ən az 3 cümlə tələb edir. Təbii ki, bizim şagirdlərimiz 3 yox, daha çox cümlələr yazmalıdırlar. Nəinki 3 cümlə. Fikirlərini ifadə etməlidirlər düzgün şəkildə. Burada əsas məsələ odur ki, 3 cümlədə yazsanız, 5 cümlədə yazsanız, 10 cümlədə yazsanız uşaqlar, sizə verilən suala cavab yazmalısınız. Mən götürüm ora 10 dənə cümlə yazım, amma heç biri mənə şərtdə verilən həmin o sualın cavabı olmasın. Oxuyan müəllim, deməli yoxlama aparan müəllim bunu oxuduqca həmin o suala cavab tapa bilmirsə, 10 cümlədə yazsanız, cümlələrinizdə heç bir qrammatik səhv olmasa belə, leksik səhv olmasa belə, hər bir şey məntiqi ardıcıllıq yerində, zamanlar hər bir şey qaydasında, amma bu sualın cavabı yoxdur. Təbii ki, bu 0 balla deməli qiymətləndiriləcəkdir. Çünki dediyim kimi biz suala cavab verməliyik. Bizim həmin o essemizin içində həmin o verilən suala cavab tapılmalıdır. Oxumalıdır və o cavabı tapmalıdır ki, mən nə fikirləşirəm həmin sual haqqında. Buna diqqət etməliyik. Və dediyimiz kimi öz sərbəst fikirləriniz olmalıdır. Ən az 3 düzgün cümlə olmalıdır. Fikirlər arasında məntiqi əlaqə şərtdir. Məntiqi əlaqə olmalıdır. Ardıcıllıqlar yerində olmalıdır, düzgün verilməlidir. Zaman uzlaşmasına diqqət etməlisiniz. Mütləq şəkildə zamanların, mübtəda xəbərin uzlaşması, zamanların uzlaşması bu əsas şərtlərdəndir və düzgün şəkildə buna riayət etməlisiniz. Sonra deməli, cümlələr bitmiş bir fikir ifadə etməlidir. Cümləni yarımçıq qoyub digər bir cümləyə keçmək və yaxud da ki, fikir hansısa bir cümlədə yarımçıq qalsın, bu təbii ki, doğru hesab olunmayacaq. Qrammatik və leksik səhvlər olmamalıdır. Qrammatik səhvlər dediyimiz kimi, həmin bu zaman uzlaşmasıdır, mübtəda xəbər uzlaşmasıdır. Bunlar qrammatik səhvlərdir. Leksik səhvlər də sözlərin yazılış qaydasıdır ki, sözləri düzgün şəkildə yazmalıyıq. Yazılışını doğru yazmalıyıq. Bilirik ki, ingilis dilində sözlərin yazılışı ilə tələffüzü bir-birindən fərqlənir. Buna görə də çox diqqətli olmalısınız ki, doğru şəkildə yazasınız sözləri. Və ən əsası uşaqlar, mətndəki cümlələri olduğu kimi götürüb oraya yazmaq olmaz. Yəni, əsasən imtahanda bu çıxır qarşımıza ki, hansısa bir mətn verilir, tutalım hansısa bir tarix abidə haqqında verilir və
bizə də esse formasında verilir ki, siz bəs Azərbaycanda hansı tarixi tikililər var? Və yaxud da ki, ən son səfər etdiyiniz tarixi tikili hansıdır? Bu kimi tarixi tikililərlə bağlı sual ola bilər. Və mətnin içindəki hansısa cümlə mənim fikirlərimdən üst-üstə düşə bilər. Bəli. Ola bilər ki, tutalım Ayasofya haqqında danışıb mətnimizdə və bizə də esse nümunəsi olaraq verib ki, Azərbaycanda hansı deməli tarixi tikililər var. Biz yazırıq Azərbaycanda tarixi tikililər çoxdur. Orada baxırıq ki, cümlədə həmin o tarixi tikilinin möhtəşəmliyi, gözəlliyi, qədimliyi haqqında gözəl cümlələr yazılıb. O cümlələri olduğu kimi götürüb ora yazsaq, mətndə olduğu kimi təbii ki, bu səhv hesab olunacaq. Buna çox diqqət etməlisiniz. Deməli, yazdığınız essenin daha dolğun olması üçün müxtəlif söz birləşmələri, ifadələrdən istifadə edə bilərsiniz. Bunu sizə bu cədvəldə göstərmişəm. Giriş hissəyə yaza bilərik. In my opinion, to my mind, mənim fikrimcə. I think that, mən düşünürəm ki. My own opinion is that, mənim öz fikrim, şəxsi fikrim budur ki. As far as I have seen and experienced, gördüyüm və təcrübə etdiyim qədərilə. It goes without saying that, sözsüz, şübhəsiz. It's obvious that, aydın olduğu kimi. It's fact that, bu bir faktdır ki. According to the facts, history, sayings, faktlara, tarixə və deyilənlərə görə. To be frank, to be honest, düzünü desək. Generally speaking, yəni ümumi danışsaq. As it's known from the passage, mətndən də gördüyümüz kimi. İstinad edirik, amma mətndə olduğu cümləni olduğu kimi təbii ki yazmırıq. Bu səhv hesab olunacaq. Sonra keçirik mətnin əsas hissəsinə. Görək mətnin əsas hissəsində hansı fikirlərdən, hansı bağlayıcılardan, söz və ifadələrdən istifadə edə bilərik. In spite of the facts, in spite of the difficulties, problems, yəni faktlara, çətinliklərə, problemlərə baxmayaraq, bunlara rəğmən. In this way, bu yolla. I want to emphasize that, vurğulamaq istəyirəm ki, in addition, additionally, əlavə olaraq, for instance, for example, məsələn, what I meant is that, demək istədiyim budur ki, under any circumstance, hər şəraitdə, istənilən vəziyyətdə, for my entire life, mənim həyatım boyu, bütün həyatım boyu, I would rather prefer to, üstünlük verirəm. Compared to something, somebody, nə iləsə, kimləsə müqayisədə. Moreover, bundan əlavə, I found it interesting, mənə maraqlı gəldi, maraqlı hesab etdim. Plays a significant role, mühüm rol oynayır. Tutalım, bayaq dediyimiz kimi, historical buildings play a significant role, tarixi tikililər mühüm rol oynayır. Bu formada cümlə formasına yaza bilərsiniz. On my own volition, öz iradəmlə, like something, somebody, yəni kimi, tutalım, like our people, bizim xalqımız kimi, unlike something, somebody, unlike our people, bizim xalqımızdan fərqli olaraq, being olduğuna görə, being hospitable, qonaqpərvər olduğuna görə, not being olmadığına görə, the similarity between something, arasında oxşarlıq, as a result of something, nəyinsə nəticəsində, with the help of something or somebody, kiminsə nəyinsə köməyi ilə, mutual interest və qarşılıqlı maraq deməkdir. Və if we have a look at the surroundings, əgər ətrafa nəzər salsaq, the story may be difficult to hear, həqiqətən acı görünə bilər. Və nəticəni də, nəticə hissəsini də, let me cut it short, long story short, briefly, shortly, yəni qısacası. At the end, finally, sonda, in conclusion, nəticədə, at last, nəhayət. Və burada bəzi qeydlərimiz var. Bu qeydlərdə sizin nəzərinizə çatdırım. Qrammatik səhvlərə diqqət etməliyik. Dediyimiz kimi zaman uzlaşması, artikelların istifadəsi, mütləq sayıla bilən təklərin qarşısında mütləq artiklsız, yəni birbaşa cümlədə işlətməyin. D artiklına, E artiklına, ümumiyyətlə isimlərin cəm formasına, feillərimizin zaman formasına, eləcə də uzlaşmamıza, mübtəda xəbər uzlaşmamıza, cümlədə söz sırasına, sifətin ismin qarşısında gəlməsinə və s. kimi kəmiyyət bildirən sözlərin isimlərlə işlənib işlənməmə formasına görə bunların hamısına diqqət etmək lazımdır. Əgər yazdığınız cümlə indiki sadə zamandadırsa, feilin tək və ya cəm olmasına diqqət edin. Bura misal yazmışam. This monument plays a significant role for our country. Deyir, abidə bizim ölkəmiz üçün mühüm rol oynayır.
Əgər bu cümləni this monument play yazsanız, baxmayaraq ki, monument sözündə significant role for our country söz önlərimiz, artiklımız, hər bir şeyimiz qaydasındadır. Bir dənə burada play-in sonuna s yazmasanız, bu cümlə tamamilə səhv cümlə hesab olunacaq. Çünki əsas baş üzvlər, mübtəda ilə xəbər bir-birləri ilə uzlaşmayıb. Buna görə də deməli diqqətli olmaq lazımdır. Düzgün cavabla yanaşı əlavə bir söz və ya fikir yazmayın. Bu da sizin balınıza mənfi təsir göstərəcəkdir. Məsələn, hansısa biri bizə sual verib, essenin daxilində esse yazmalıyıq. Essenin bizə verilən sual başqadır, tamam başqa bir mövzudan gətirib ora cümlə yazmaq. Bu heç də doğru bir məsələ deyil. Və yaxud da ki, iade ilə dinləmə mətnində bizdən soruşur ki, hansısa sözün sifətini yazın, onu təyin edən sifəti. Mətndəki sözlə bərabər başqa bir sifət də ora yazsam, sinonimini yox, tamamilə başqa bir söz yazsam ora, təbii ki, o səhv hesab olunacaq. Deməli, mətndəki bir və ya iki sözdən ibarət cavab tələb edən suallarda bir səhv, hərf səhvi belə balınıza təsir edir. Məsələn, adi sifətlər dediyim kimi bir sözdən və ya iki sözdən ibarət olur. Artıq orada siz hərf səhv etsəniz, bu balınıza təsir edəcək və ən önəmli şərtlərdən biri, dəyərli abituriyentlər, diqqət etməlisiniz xəttinizə. Oxunaqlı xətlə yazsanız, deməli, bu da sizin balınıza müsbət təsir edəcək. Nə mənada? Yəni, yazdıqlarınız doğru hesab olunacaq. Əgər xəttiniz pisdirsə, hətta doğru yazdığınız söz belə qarşıdakı yoxlayan onu oxumaya bilər və səhv hesab edə bilər. Ona görə də mütləq şəkildə oxunaqlı yazmalısınız. Ümid edirəm ki, sizin üçün çox faydalı olacaq və ümid edirəm ki, qarşıdan gələn imtahanlarda hər biriniz yüksək nəticə toplayacaqsınız.